Herkese salam. Bu videoda biraz fərqli, biraz qarmaqarışıq, amma sənin bir həftənin kadrlarını bölüşürəm. Düzün desəm bu həftə başım sənin dişlərinə elə qarışmışdı ki, hər gündən sadəcə qısa kadrlar çəkə bildim və ortaya belə bir dinamik video çıxdı. Nədir dinamik olan? Boş vaxt tapdığım hər yerdə dərs oxumağım. Arada kiçik bir bayram tətili də oldu, amma yəni onu hesaba qatmıram. Çünki həmin günlərdə sadəcə sıradan rutinlərimlə məşğul idim. Yəni xüsusi demək olar ki, bir hadisə baş verməmişdi. Xüsusi olan hadisə o idi ki, artıq rəsmi olaraq Koreya dili kursumu müvəffəqiyyətlə başa vurdum. Bu uğurda qeyd eləmək üçün qrup yoldaşımla birlikdə kiçik bir gəzintiyə çıxdıq. Biraz söhbətləşdik, biraz da şəhərin dadını çıxartdıq. Məncə insan kiçik də olsa hər bir uğurunu qeyd etməli və özünü mükafatlandırmağı bacarmalıdır. Xatırlayırsınızsa, öncəki videoda özümə 21 günlük bir sınaq müddəti təyin eləmişdim. Sırf özümü yoxlamaq, vərdişimi dəyişmək istəyirdim və daxilən deyə bilərəm ki, nəticə heç də pis olmadı. Bu müddət ərzində özümün fərqli və maraqlı tərəflərimi kəşf elədim. İndi daxili rahatlığım tamam fərqlidir. Artıq həyata öz əvvəlki fəlsəfəm kimi yanaşıram. Bir şey olacaqsa onsuz da olacaq, olmayacaqsa da deməli belə məsləhətdir. Bu düşüncə ilə yenidən o doğma, əvvəlki fikirlərimə qayıtmış oldum və düşünürəm ki, bədənim də rahatlamış oldu. Amma mən təbiətən qarışıq şeyləri, maraqlı yeni əyləncələrə atılmağı, yeni şeylər kəşf eləməyi çox sevdiyim üçün indi özümə növbəti bir 21 günlük sınaq müddəti qoymuşam. Burada hədəfim biraz daha konkret və ciddidir. Çünki dil bacarıqlarımı inkişaf elətdirmək istəyirəm. Hazırda dil səviyyəm B2-dir, amma düşünürəm ki, 21 günə bu səviyyəni maksimum nə qədər inkişaf elətdirmək olar. Və bu dəfə qarşıma xüsusi hədəf qoymuşam. Çünki məndə oxuyub anlama və dinləmə bacarığı yaxşıdır, amma yazı bacarığı bir o qədər də güclü olmadığını düşünürəm və danışığım da yenə yaxşıdır, amma daha qənaətbəxş, daha maraqlı eləmək olar. Ona görə də 21 günün sonunda nələr qazanacağım mənə çox maraqlıdır və bu planı həyata keçirmək üçün də qarşıma ciddi hədəflər qoymuşam. Ciddi hədəfim də ondan ibarətdir ki, demək olar ki, bütün edilə biləcəkləri planlamışam. Özümə xüsusi bir söz siyahısı çıxartmışam. Siyahı deyəndə ki, siyahı zaten mənim əlim tərəfindən verilən siyahıdır. Mən sadəcə orada sıfırdan əlimdə olan bütün materialları bu 21 gün müddətində öyrənib tamamlamağı hədəfləyirəm. Digər bir tərəfdən oxu materiallarını da eyni şəkildə çoxlu akademik mətn oxumaq istəyirəm ki, həmin bu mətnlər sayəsində həm yazı bacarığım inkişaf eləsin, həm də ki, anlamam daha da yaxşılaşsın. Nəticədə irəliləmək üçün, yəni özümüzə hədəflər, yollar tapmalıyıq. Mən də irəliləmək üçün tapa biləcəyim ən ideal yol bu ola bilər deyə düşündüm. Ondan sonra planlayıram ki, dinləmək üçün həm belə ciddi, daha rəsmi kanallara müraciət edeyim. Həm də bundan qeyri cizgi filmlərinə baxım. Çünki cizgi filmləri həqiqətən çox sevirəm. O qədər aydın şəkildə tələffüz etdirirlər ki, yəni anlamaq və başa düşmək çətinlik yaratmır insana. Və daha sonra yazı üçün eləyə biləcəyim çox da bir şey yoxdur, ancaq çoxlu esselər yazmalıyam və danışıq üçün də dedimmi bilmirəm, sadəcə davamlı məşqlər eləmək istəyirəm və ümumilikdə də sonda onu demək istəyirəm ki, həyatda nə baş verirsə baş versin, şükür eləməyi əsla və qətiyyən unutma. Ümumilikdə videom bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək sağ olun.